Elçin Ağamalı Yeni Sabah açıklamasında deyir ki, Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayının ekanlarına dair rəsmi sənədləri bugün Ədliyyə Nazirliyinə təqdim edəcək. Xahişimiz nəticələrin tanınması və mənim sədr kimi qəbul olunmağımdadır. Elçin Ağamalı Yeni Sabah açıklamasında bildirir. Onun sözlərinə görə sənədlərin hazırlanmasını başa çatdırıblar. Sənədlər bugün Nazirliyə təqdim olunacaq. Və Elçin Ağamalı bildirir ki, hazırda AVP sədri kimi fəaliyyət göstərir. Rayon təşkilatlarının və struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlayır. Sədr kimi fəaliyyətimi davam etdirirəm. Partiyanın gündəlik işinə rəhbərlik edirəm. Onun sözlərinə görə hələlik Ana Vətən Partiyasının qərargahına yerləşə bilməyib, qərargahda oturmuram, evdən işləyirəm. Qeyd edək ki, Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilən qurultayı təşkilatçıların yaradıcı və sədri keçmiş deputat Fəzail Ağamalının ailəsində qarşı durmaya səbəb olub. Toplantıda təşkilatın yeni sədrin seçilməsi məsələsi müzakirə edilib. Fəzail Ağamalı namizəd olmayıb, onun yerinə 2 övladı, oğlu Elçin Ağamalı və qızı Milli Məclisin deputatı Güney Ağamalı namizədliyini irəli sürüb. Elə qalmaqalda bundan sonra başlayıb Fəzail Ağamalı qızının tərəfini tutub, oğlunun sədr olmasına qəti etiraz edib. Lakin Elçin Ağamalı atasının arazına məhəl qoymayıb, sədr olma məsələsini səs verməyə çıxarıb. Onun sözlərinə görə 155 qurultay nümayəndəsindən 95-inin səskin olaraq yeni sədr seçilib. Fəzail Ağamalı Elçin Ağamalının sədrliyini tanımır və partiya hazırda özünün rəhbərlik etdiyini bildirib. Və əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala da abunə olmağı unutmayın. Demək, bir xəbəri də diqqətinizə çatdırıram dostlar. Natiq Cəfərli ilə bir açıqlaması var. Natiq Cəfərlidən də sonra Elman Nəsirovun xaricdə yaşayan blogerləri tənqid edib. Görək hansı blogerlərdən danışır və onların deyir, vəsiyyəti olub, nəticə vəsiyyətlərindən danışır. Azalırıq özü də sürətlə iqtisadçıdan həyəcan təbili. ...2024-cü ildə, Azərbaycanda 1991-ci ildə 190 mindən bir az çox, 2011-ci ildə 176 minə yaxın, 2024-cü ildə isə 102 min civarında uşaq doğulub. Azalırıq özü də sürətlə. Sosial-iqtisadi problemlərə görə insanlar ailə qura bilmirlər. Ailə quranlar isə dünyaya ikinci uşaq gətirməyə çəkinirlər. Bu barədə tanınmış iqtisadçı Natiq Cəfərli öz Facebook səhifəsində yazıb. Ekspert olar ki, hökumət sosial müavinətlərlə bağlı ciddi düşünməlidir. Hökumət uşaq pulu vermək istəmir, bunu anladıq, amma iqtisadi azallıqları artırmağa da yanaşmır. Vergiləri, rüsumları da azaltmır ki, insanlar özləri qazanıb, oğullu, uşaqlı, evli, eşikli olsunlar. Görəsən, hökumət nə düşünür, ümumiyyətlə düşünürmü, düşünməyi bacarırmı deyə Natiq Cəfərli bildirir. Əziz dostlar, demək, məktəblərdə azalmalar müşahidə olunur. Mən bu yaxınlarda bir statistik rəqəmi sizin diqqətinizə çatdırdım. Azərbaycan məktəblərinin yaxın illərdə müəllimlərin ixtisası gözlənilir. Belə ki, ölkədə, bunu mən deyirəm, əziz dostlar, Natiq Cəfərli demir. Məsələn, gələn il bu illə müqayisədə 14 min daha az uşaq məktəbə gedəcək, siniflərdə uşaq sayı daha çox azalır. 2019-cu ildə 141.179 körpə dünyaya gəlib. Baxın, o 90, 93, 94 yazda gəlirdi o kasıbçılıq illəri, ölkənin iqtisadi vəziyyəti pis idi. Görün, 190 min körpə dünyaya gəlib bir ilə Azərbaycan. 2024-cü ildə 102 min uşaq gəlib dünyaya. Çox sürətlə azalır ölkə.
əhali çox sürət. Bəs başqa hansı səbəblər var, əziz dostlar? Çox xahiş edirəm, yazın, bəyənin, paylaşın. Dövlətin bu sahədə dəstəyi olmasa, elə azala-azala da gedəcək. Sabah nə məktəb olacaq, nə əskər çatdıra biləcək, nə fəhlə, nə usta, nə alim, nə diplomat.